Giperprolaktinemiya nədir? Demək, beyində yerləşən gipofiz fəzinin ön payından ifraz olunan prolaktin hormonunun artıqlığı giperprolaktinemiya deməkdir. Bunun artıq olmasının 3 səbəbi vardır. Birinci növbədə fizioloji səbəblərdir. Bu, qadınlarda xüsusən hamiləlik və südvermə zamanı yüksək olur. İkinci səbəbi iatrogen səbəblərdir. Yəni ki, dərman preparatlarının qəbulu zamanı, misal üçün, neuroliptiklər və antidepressantlar və s. kimi dərmanların qəbulu zamanı giperprolaktinemiya əmələ gəlir. Üçüncüsü isə ən əsası endokrin səbəblərdir. Demək, bu gipotireoz, polikistik yumurtalıq sindromu zamanı, bir də hipofizin makro və mikroadenomalar zamanı ortaya çıxır. Əlamətləri nədir? Xüsusən qadınlarda süd vəzisində ağrı, gərginlik, baş ağrıları, baş gicəllənməsi, bədəndə tüklənmə, saçın tökülməsi, kişilərdə isə sonsuzluq ilə, cinsi zəiflik ilə özünü biruzə verir. Prolaktin hormonu qanda 5-25 mg/dl arası olmalıdır. Əgər bu rəqəmdən yuxarıdırsa, 200 və 500 arasıdırsa, biz bunu dərman preparatlarla müalicə edirik. Lakin bu daha yüksəyə qalxdıqda isə instrumental müayinədə mikro və yaxud makroadenoma kəşf edilənsə, biz onu ilk növbədə dərman preparatları ilə, əgər dərman müalicəsinə tabe olmursa, cərrahi müdaxilə ilə müalicə etmək mümkün olur.